Zəhra salamullahi əleyhaya, yəni ki, o qapını açmırdı, buraxmırdı, qoymurdu içəri və təzyiqlər olundu, qapıya od vuruldu, təpi ilə qapını açmaq, belə və deyirlər ki, xanım Fatimə qapı ilə divar arasında qaldı və öz övladı ki, 5-ci uşağını, indi bəziləri, indi düz alimlər arasında bəzi fikirlər var, saldı orada. Həmin o institutdən ki, qapı deydi ona, o sıxdılar o divarla arasında. Məhz Həzrət Əli əleyhissalamı boynuna doladılar şərflə, sürüdülər, çıxartdılar ki, oradakı. Ona görə bəziləri çaşır, deyir, siz də danışırsınız. Əlinin gücü yox idi. Demirsiniz ki, döyüşdə belə idi, filan idi, bəs nə oldu? Elə mahiyyəti budur ki, Həzrət Əli əleyhissalam o yollara əl atmadı. Şeyx, bəzi müxaliflər Əli əleyhissalamı qorxaq kimi təqdim etməkdə şiiyələri günahlandırır. Allah qorusun. Bunu Əli əleyhissalam haqqını geri almaqda səssiz qaldığını göstərən Əhl-i Beyt əleyhissalam rəvayətlərinə dayanaraq göstərdilər. Xüsusilə Fatimənin əleyhissalam evinə hücum zamanı və bu hücum nəticəsində baş verən fəlakətlər, İmam Əlinin əleyhissalam bu məsələlərdə sükutu haqqında belə rəvayətlər söyləməklə İmam Əli əleyhissalam Əmir əl-Möminin statusuna hörmətsizlik edən şiələr kimi insanlara təqdim edən müxalifətlərə nə deyirsiniz? Müfəssəl dərslərimizin birində möminlərin əmirinin susmadığını açıqladıq. Əksinə, Ömərin, Zəhranın əleyhissalamın evinə, hücumuna müqavimət göstərdi. Möminlərin əmiri Zəhranın kömək fəryadını eşidəndə o, dərhal qəzəbli şir kimi meydana atılıb, Ömərin paltarlarından tutub, yerə yıxması ilə bağlı söhbətlərdən danışdıq. Burnuna və boynuna zərbə endirib, sinəsi üstündə oturdu